Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Burada Məmməd Yusif Cəfərov. Burada da 2917-ci ildə yaranmış xüsusi Cənubi Qafqaz Komitəsinin Azərbaycanı təmsil etmişdir. Bəli, düzdür. Azərbaycanı təmsil edən Məmməd Yusif Cəfərov idi. AXC-nin dövründə parlamentin sədr müavini olub. Bəli. Yəni müavini olub, doğrudur. Azərbaycanda neft kimyası üzrə elmi laboratoriyanı yaratmışdı. Bu Yusif Məmmədəliyevdir. Neft kimyası ilə bağlı. Yusif Məmmədəliyev olar. Rusiya İmperiyasının 4-cü Dövlət Dumasının deputatı olmuşdur. 4-cü Dövlət Dumasının deputatı, bəli, düzdür, 1912-ci ildə. AXC-nin 4 və 5-ci hökumət kabinetlərinin başçısı Nəsib bəy Yusifbəyli olub. Ona görə də burada sualın doğru cavabı 1 və 4 uyğun olacaq. Digər bir sualda xronoloji ardıcılı müəyyən edin. Türkiyənin NATO üzv olması olur 1952. SSR-nin varlığına son qoyması 1991. Falkland böhranı 1982, Rusiya Federasiyasının Krımı ilhaq etməsi 2014-cü ildə olduğuna görə əvvəlcə burada olmalıdır 1, sonra Falkland böhranı 3, sonra 2 olmalıdır, SSR-in varlığına son qoyması və 4 Krımı ilhaq etməsi. Dinlədiyiniz üçün təşəkkür edirik.